Salam şagirdlər, bugün Dövlət İmtahan Mərkəzinin fizika sınaq suallarının izahına baxacağıq. İlk sualımıza baxaq. Hansı qrafik mayeyə tam batmış, eyni həcmli bütöv cisimlərin çəkisinin onların sıxlığından asılılığını ifadə edir? Cismin mayedəki çəkisin P bərabər mg çıxılsın F Arximed düsturu ilə təyin edilir. Arximed qüvvəsini yazsaq, F Arximed bərabər J rho maye vurulmuş V batan. Məsələnin şərtində mayeyə tam batmış cisimdən söhbət gedir. Ona görə J rho maye vurulmuş V cisim yaza bilərik. Bu zaman P bərabər rho cisim V cisim J çıxılsın J rho maye vur V cisim şəklində yaza bilərik düsturu. Biz buradan V cisim J-ni mötərizə xaricinə çıxarsaq, rho cisim çıx rho maye olar. Demək, buradan biz görürük ki, cismin sıxlığı artdıqca mayedəki çəkisi də artacaqdır. Və əgər rho cisim bərabər rho maye olarsa, demək cismin mayedəki çəkisi 0 olacaqdır və buna uyğun qrafik E variantı olar. Növbəti sualda eyni anda sərbəst düşməyə başlayan müxtəlif kütləli cisimlərdən hansı yerə daha gec çatar? T bərabərdir kök altında 2H bölünmüş J. Məsələnin şərtində deyir daha gec çatar, yəni zamanın qiyməti ən böyük olsun. Demək, hündürlük də bu zaman ən böyük olmalıdır və şəklə əsasən hündürlük ən böyük olan 4-cü cisimdir. Doğru cavab B variantı olar. Növbəti sualda çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin edilir? Mərkəzi qaçma təcili A bərabər V kvadrat bölünmüş R. Digər tərəfdən A bərabər omega kvadratı R və yaxud da omega vurulmuş V-yə. Bu şəkildə qeyd edə bilərik. Omeganın açılışı omega bərabər 2πn böl T yaza bilərik. Buna əsasən 2πn V bölünmüş T olar. Dördüncü sualda sarğacların maqnit sahələrinin enerjilər nisbəti nəyə bərabərdir? Maqnit sahəsinin enerjisi Li kvadrat böl 2-dir. W1-in W2-yə nisbəti bərabər L1 böl L2 vur I1 böl I2-nin kvadratı bərabər. Deməli, burada bizə cərəyan şiddəti lazımdır. Biz bilirik ki, cərəyan şiddəti müqavimətlə tərs mütənasibdir. Deməli, əgər buradan 2R verilibsə, deməli, buradan keçən biz cərəyana I desək, müqavimət 2 dəfə az olan zaman artıq buradan keçən cərəyan 2I olacaqdır. Deməli, L1 L'dir, L2 2L'dir, I1 İ'dir, I2 2I yaza bilərik. Bu da 2-də 1 vur, 2-də 1-in kvadratı 4-də 1. Bu da 8-də 1 eləyər. Uzunluğu L0 bərabər 6 metr olan məftilin mütləq uzanmasının deformasiya etdirici qüvvənin modulundan asılılıq qrafikinə görə məftilin
en kəsiyinin sahəsini hesablayın. F bərabər S vurulmuş Y böl E0 vur delta L. Biz buradan S'i tapsaq, S bərabər F vurulmuş L0 böl Y vur delta L olar. Qiymətlərin yerinə yazsaq, deməli 70 vurulmuş 6 7 vur 10 üstü 10 vur 1.5 vur 10 üstü mənfi 3. Bu ifadəni biz hesablasaq 40 böl 10 üstü 7 eləyər. Yəni 40 vur 10 üstü mənfi 7 metrin kvadratı. Cavablar millimetr kvadratı ilə olduğu üçün 4 millimetrin kvadratı olar. 36-cı sualda maddi nöqtə X oxu üzrə hərəkət edir. Hansı hallarda yol yerdəyişmənin moduluna bərabərdir? Məsələn şərtində bizdən soruşur ki, yerdəyişmənin moduluna bərabər olsun yol. Bu bizim götürəcəyimiz qrafiklər zaman oxunu kəsib keçməməlidir. Yəni hərəkət istiqamətini dəyişməməlidir. Birinci qrafikdə zaman oxum burada kəsib keçib. İkinci qrafikdə kəsib keçib. Deməli bunları götürməyəcəyik. Üçüncü qrafiki götürə bilərik və dördüncü qrafiki götürə bilərik. Doğru cavab C variantı olacaq. 37-ci sualda qrafiklərdən hansı havadakı su buxarının molekullarının konsentrasiyası sabit qaldıqda nisbi rütubətin doyan su buxarının molekullarının konsentrasiyasından asılılığını ifadə edir? Məsələn şərtində deyir n bərabərdir konstant. Biz fi'nin düsturunu yazsaq rho böl rho 0 vur 100%. Və digər tərəfdən biz bilirik ki rho bərabər m0 vur n və buna əsasən biz n böl n0 vur 100% şəklində yaza bilərik. Deməli tərs mütənasib asılılıq olacaq və buna uyğun A variantı olur. 38-ci suala keçək. Hansı halda cismin impulsu dəyişir, lakin kinetik enerjisi sabit qalır? P bərabər mv impuls vektorial kəmiyyətdir. Kinetik enerji isə skalyar kəmiyyətdir. Deməli biz elə hərəkəti götürməliyik ki, impuls dəyişsin, kinetik enerji isə sabit qalsın. Demək bizim götürəcəyimiz hərəkət çevrə üzrə bərabər sürətli hərəkət olacaqdır. Biz bilirik ki, çevrə üzrə hərəkətdə çevrənin ixtiyar nöqtəsində sürət toxuna istiqamətdə dəyişir və hərəkət istiqaməti dəyişir və eyni ilə də cismin impulsunu da bu şəkildə göstərə bilərik ki, hərəkət istiqaməti dəyişir. Və buna görə də qeyd eləyərkən bu şəkildə yazırıq ki, impulsun modulu çevrə üzrə hərəkətdə sabit qalır. Yəni impulsun istiqaməti dəyişdiyi üçün modulda P bərabər konstant yazılır. Deməli doğru cavab çevrə üzrə bərabər sürətli hərəkət olacaqdır. 39-cu sualda A nöqtəsində Q1 yükünü yaratdığı sahənin intensivliyinin modulu Y olarsa, hər iki yükün həmin nöqtədə yaratdıqları sahənin yekun intensivliyinin modulunu hesablayın. Y bərabər K vurulsun modulda Q0 böl R kvadratı şəklində təyin olunur. Biz Q1 yükü üçün hesablasaq, Y1 bərabər K vurulsun Q1 Q'dür. Q bölünmüş A nöqtəsindən olan məsafə 3R'dir. 3R'in kvadratı, o da bərabər K vur
2 böl 9 r-in kvadratı bərabər y verir məsələnin şərtində. Deməli, y2 üçün hesablasaq, y2 bərabər k vur q böl r-in kvadratı. Əgər k vur q böl 9r kvadratı y-dirsə, deməli, məxrəcin qiyməti 9 dəfə azaldığı üçün bu ifadədə 9y olar. Qeyd eləsək, deməli, A nöqtəsindən deməli, yükümüz hər iki yük müsbətdir. Biz bilirik ki, intensivlik xəttləri müsbət yükdən çıxır, mənfi yükę daxil olur. Demək, Q1 yükü də müsbətdir, Q2 yükü də müsbətdir. Y1 üçün yazsaq, Y1 bərabər Y-dir. Y2 üçün yazsaq, Y2 bərabər 9y-dir. Yenə qeyd edirəm, hər iki yük müsbət yük olduğu üçün intensivlik xəttlərin bu şəkildə qeyd elədik. Yəni Y1, Y bu şəkildə, 9y bu şəkildə və bunlar əks yönəlmişdir. Demək, Y2-ün intensivliyi bizdən soruşur. Y2 bərabər 9y çıx y bərabərdir 8y olar. 40-cı sualda cədvəldə verilmiş kütləli ideal qazın iki müxtəlif halına uyğun təzyiq, temperatur və həcmin qiymətləri verilmişdir. Boş xana uyğun temperaturun qiymətini hesablayın. Deməli, P vur V böl T bərabər konstantdır. Yəni P1 V1 böl T1 bərabər P2 V2 böl T2 şəklində qeyd edə bilərik. P1 P0-dır. P0 vur 3 V0 böl T0 bərabər 1,5 P0 V0 böl T2. Buradan hesaplasaq 3 böl T0 bərabər 1,5 böl T2 və buradan hesaplasaq T2 bərabər 0,5 T0 olar. Birinci sualda tezliyi tənzimlənən dəyişən cəryan mənbəyinə qoşulan eyni lampalar olan dövrənin sxemi verilmişdir. Tezliyi müəyyən qiymətində lampaların közərmələri eynidir. Tezliyi artırdıqda lampaların közərməsi necə dəyişir? Deməli, birinci lampaya sarğac qoşulmuşdur. Deməli, burada induktiv müqavimət yaranır. Düsturu qeyd eləsək, I1 bərabər U bölü XL, U böl omega L, U böl 2 pi nü L şəklində qeyd eləyə bilərik. Buradan görürük ki, tezliklə tərs mütənasibdir. Tezliyi artırmışıq. Deməli, I1 azalar. Yəni, birinci lampanın közərməsi azalar. İkinci lampaya rezistor qoşulmuşdur. I bərabər, I2 bərabər U böl R. Biz bilirik ki, R nüdən asılı deyildir. Ona görə ikinci lampanın közərməsi dəyişməz. Birincisi isə azalar. Doğru cavab B olar. İşıq ötürənin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? İşığın tam daxili qayıtması hadisəsinə əsaslanmışdır. 43-cü sualda açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Riyazi rəqqasın harmonik rəqslərinin tezliyi yalnız onun uzunluğundan asılıdır. 2. Kütləsindən və rəqs amplitudundan asılı deyil.
Əgər riyazi rəqqas harmonik rəqslərinin amplitudunu azaltsaq, sürətin amplitudu azalar, rəqs tezliyi isə dəyişməz. Riyazi rəqqas azalan təcillə yeyinləşən. Deməli, riyazi rəqqas tarazlıq vəziyyətinə doğru azalan təcillə yeyinləşən, tarazlıq vəziyyətindən kənara doğru artan təcillə yavaşlayan hərəkət edir. 2, 1, 4, 3, 5, 6. Doğru cavab C variantı olar. 44-cü sualda eyni kütləli yüklər blokların köməyi ilə bərabər sürətlə qaldırılır. İplərin sərbəst uzuna tətbiq olunan F1 və F2 qüvvələr arasında hansı münasibət doğrudur? Bloklara fikir versək, hər ikisi tərpənməz blokdur. Tərpənməz blok olduqları üçün deməli qüvvələr bir-birinə bərabər olacaqdır. 45-ci suala baxaq. Deməli, S2 kondensatorunun köynəkləri arasında gərginlik 20 volt olarsa, S3 kondensatorunun köynəkləri arasında gərginlik neçə volt olar? Məsələnin şərtində gərginlik 20 volt verilib. Deməli, bu hissə 20 voltdur. Digər tərəfdən birinci və ikinci kondensatorlar paralel birləşib. Paralel birləşdiyi üçün burada 20 volt olacaq gərginlik. Və kondensatorlar paralel birləşdiyi zaman toplanılır. 3C plus 2C verir 5C. Deməli, tutum 5C olduğu zaman gərginlik 20 volt olub. Biz digər tərəfdən bildik ki, bunlar ikisi birlikdə S3 kondensatoruna ardıcı birləşmişdir və ardıcı birləşmə zamanı gərginlik sabit qalır və digər tərəfdən U bərabər Q bölü C. Deməli, tutum gərginlik tutumla tərs mütənasib asılı olur. Və burada tutum C-dir. Bizdən C olanda gərginliyi soruşur və tutum 5 dəfə azalıb. Tutum 5 dəfə azaldığı üçün demək gərginlik də 5 dəfə artar və olar 20 vur 5 da 100 volt olar. 46-cı sualda qapalı dövrədəki cərəyan şiddətinin xarici dövrənin müqavimətindən asılı qrafikinə görə mənbəyin elektrik hərəkət qüvvəsini hesablayın. Biz bilirik ki, I qısa qapanma bərabər epsilon böl R. Digər tərəfdən də I bərabər epsilon böl R plus R. Deməli, bu iki düsturdan istifadə edib məsələni həll eləyə bilərik. Birinci düsturdan epsilon tapsaq, I qısa qapanma vur R olar. I qısa qapanmanın qiyməti 10'dur. Olacaqdır 10 R. Və bunu ikinci düsturda nəzərə alsaq, burada epsilon bərabər I vur R plus R. Demək, epsilon bərabər I R plus I kiçik R. Epsilonu biz 10 R tapmışdıq. 10 R bərabər 5 vurulsun. R'in qiyməti 4'dür. 5 vur 4 plus 5 R. Və buradan 10 R bərabər 20 plus 5 R. 5 R bərabərdir 20. R də bərabərdir 4 olar. Və biz elektrik hərəkət qüvvəsini hesablayırıq. Y bərabər I qısa qapanma vur R. 10 vur 4. Bu da 40 volt olar. 47-ci sualda
Cəryanlı düz naqilin maqnit sahəsindəki protona təsir edən Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Demək, cəryan bu şəkildə axır. Cəryan axan naqilin sağı X, sol hissəsi nöqtə olur. Deməli, müsbət yükün hərəkət istiqaməti yuxarı doğrudur. Deməli, əlimizi elə tuturuq ki, B maqnit induksiya vektoru ovucumuza daxil olur. Yəni, nöqtə olduğu üçün əlimizin üzərini görürük. 4 barmağımızı yuxarı yönəldirik sürət istiqamətində. 90 dərəcə açılmış baş barmağımız deməli Lorentz qüvvəsinin istiqamətini göstərər və sağa doğru yönələr. 48-ci sualda bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş AC naqilindən sabit cəryan keçir. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa naqilə təsir edən amper qüvvəsi hansı istiqamətdədir? Məsələnin şərtində deyir A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyükdür. Deməli, cəryan potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə doğru axır. Demək, cəryanın axma istiqaməti bu şəkildədir və x-dar verilmişdir və biz 4 barmağımızı cəryan istiqamətində yönəldirik. X olduğu üçün ovucumuzu görürük. B maqnit induksiya vektoru ovucumuza daxil olur. 4 barmağımız sağa doğru yönəlir. Bu zaman 90 dərəcə açılmış baş barmağımız amper qüvvəsinin istiqamətini göstərir və yuxarı doğru olar. Modulu 2 kV bölü metr olan elektrik sahəsinin intensivlik vektoru və modulu 0,2 milli-tesla olan maqnit sahəsinin induksiya vektoru qarşılıqlı perpendikulyardır. Elektronun sürət vektorunun modulu nə qədər olmalıdır ki, onun hərəkəti düzxətli bərabər sürətli olsun. Deməli, elektronun düzxətli bərabər sürətli hərəkət etməsi üçün biz bilirik ki, elektrona elektrik sahəsi tərəfindən F kulon bərabər QY qüvvəsi təsir eləyir və maqnit sahəsi tərəfindən F Lorentz bərabər QVB qüvvəsi təsir eləyir. Bunun düzxətli bərabər sürətli hərəkət etməsi üçün bunlar bərabər olmalıdır. F kulon bərabər F Lorentz. Demək, QY bərabər QVB və Q'lər ixtisar gedir. Olur Y bərabər V vurulmuş B olur. Və biz buradan V'ni tapsaq, V bərabər Y bölünmüş B. Y 2 kilovolt bölü metrdir. 2 vur 10 üstü 3 böl 0,2 millidir. Bu da 10 üzərində mənfi 3. Və bu da 10 vur 10 üstü 6 metr böl saniyə. Və bu da 10 mega metr böl saniyə olar. E variantı olar. 50-ci sualda hansı qrafik elektrokimyəvi ekvivalentin elektrolitdən keçən yükünün miqdarından asılılığını ifadə edir? K Q'dən asılı değildir. 51-ci sualda sabit kütlə bir atomlu ideal qazın daxili enerjisinin onun həcmindən asılı qrafiki vermişdir. Qaz bir haldan iki halına keçərkən. Demək, 1-2 prosesində daxili enerji sabitdir. Daxili enerji sabit olduğu üçün temperatur sabitdir və biz yaza bilərik ki, P vur V mütənasibdir T. Əgər temperatur sabitdirsə, deməli 1-2 prosesində bunun həcmi 3 dəfə artmışdır. Əgər həcm 3 dəfə artıbsa, deməli təzyiq 3 dəfə azalacaqdır.
Tesla vur metr kvadrat. Deməli maqnit selinin vahidinə uyğundur. F bərabər BS. B'nin vahidi Tesla, S'in vahidi metr kvadrat. Olur. Tesla vur metr kvadrat maqnit selinin vahididir. 53-cü sualda hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. Sapın T gərilmə qüvvəsi 20 Newton olarsa, F gərilmə qüvvəsini Newtonla hesablayın. Deməli, F'i yazırıqsa, F bölünmüş, F belə deyək, neçə M-i dartır? 3M, 2M, M. Deməli, 3M plus 2M plus M bərabər T gərilmə qüvvəsi T bölünmüş M olar. F bölünmüş 6M bərabər T bölünmüş M-ə. M-lər ixtisar gedir və biz buradan aldıq ki, F böl 6 və T'nin qiyməti 20. M-lər ixtisar getmişdir. Buradan F bərabər 120 Newton alırıq. Məsələnin şərtində bizdən F gərilməni soruşurmuş. Deməli, biz yaza bilərik F'in 6M-ə bərabər F gərilmənin 2M plus M, 3M-ə nisbəti F 120 böl 6 bərabər F gərilmə böl 3-ə. 120 böl 6, 20, 23-ün 60. Deməli, F gərilmə bərabər 60 Newton olar. Deməli, əgər F'i soruşsaydı 120 Newton, F gərilmə 60 Newton olur. 54-cü sualda rəqs konturunda kondensatorun yükünün zamandan asılı qrafiki vermişdir. Hansı ifadələr doğrudur? Deməli, A nöqtəsində kondensatorda gərginlik maksimumdur. A nöqtəsində kondensatorda gərginlik 0-dır. B nöqtəsində sarğıcda cərəyan şiddəti maksimumdur. B nöqtəsində sarğıcda cərəyan şiddəti 0-dır. Deməli, burada bir kondensatora aid olan kəmiyyətlər var, bir də sarğaca aid olan kəmiyyətlər var. Deməli, kondensatora aid olan kəmiyyətlər yükdür, gərginlikdir, bir də WY-dir, elektrik sahəsinin enerjisi. Sarğaca aid olan kəmiyyətlərə biz qeyd edə bilərik. I-dir, F-dir, W maqnitdir, maqnit sahəsinin enerjisidir. Əgər kondensatora aid olan kəmiyyətlər 0 olarsa, sarğaca aid olan kəmiyyətlər maksimum olacaqdır. Deməli, A nöqtəsində yük deməli 0-dır. Əgər yük 0-dırsa, demək gərginlik də 0 olacaqdır. Demək 2 doğru cavabdır. B nöqtəsində cərəyan şiddəti 0-dır. Bəli, B nöqtəsində deməli kondensatora aid olan kəmiyyət maksimum olduğu üçün demək cərəyan şiddəti 0 olar. 2, 4 olar. 55-ci sualda yüklənmiş yağ damcısı intensivliyi 100 kV böl metr olan bir cins elektrik sahəsində tarazlıqdadır. Yağ damcısının kütləsinin 40 mg olduğunu bilərək damcının elektrik yükünün modulunu hesablayın. Deməli, bizdən damcının elektrik yükünün modulunu hesablamağımızı soruşur. Deməli, şəkli belə çəkə bilərik. Deməli, hər hansısa bir müsbət yük götürdük. Buranı əgər biz müsbət işarəsə, bu hissə mənfi olar. Və bunun tarazlıqda olması üçün buna ağırlıq qüvvəsi təsir eləyir və Kulomb qüvvəsi təsir eləyir. F Kulomb bərabər Q-yi yaza bilərik. Tarazlıqda olduğu üçün mg bərabər Q vurulsun Y yaza bilərik. Və yükü soruşduğu üçün Q bərabər mg bölünmüş
Y olar bərabər. Kütlə 40 milliqramdır. Bunu biz çevirsək 40 vur 10 üzəri -6 kiloqram olar. J'nin qiyməti 10'dur. Və Y'nin qiyməti 100 kilovolt bölü metrdir. Kiloda 10 üzəri 3'dür. Və bu ifadəni biz hesablasaq 4 vur 10 üzəri -9 kulon olar. Cavabı nanoklondan soruşduğu üçün 4 nanoklon olar. Yəni doğru cavab 4 olar. 56-cı sualda kütləsi 6 kiloqram olan cismin meyl bucağı 30 dərəcə olan mayil müstəvi üzərində saxlamaq üçün müstəviyə paralel istiqamətdə 20 Newton qüvvə tətbiq edilir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. Deməli, bu cismə aşağı istiqamətdə bir mg sinus alfa qüvvəsi tətbiq olunur və deməli sürtünmə qüvvəsini də bu şəkildə göstərə bilərik. Biz mg sinus alfanı hesablasaq kütlə 6 J 10 sinus 30 dərəcədə 2'də 1 yəni 0,5 və bu da 30 Newton olar. Və burada F qüvvəsi də tətbiq olunub. Deməli F plus F sürtünmə bərabər mg sinus alfaya. F qüvvəsi 20 Newton. F sürtünmə yoxdur. Mg sinus alfanı da 30 tapdıq və F sürtünmə bərabər 10 Newton olar. 57-ci sualda uyğunluğu müəyyən edin. Cismin verilmiş trayektoriya boyunca hərəkət zamanı ağırlıq qüvvəsinin gördüyü işləri bizdən soruşur. Ağırlıq qüvvəsinin gördüyü iş A bərabər mg vur h1 çıx h2 şəklindədir. Hündürlük dəyişməyibsə, deməli ağırlıq qüvvəsinin gördüyü iş 0'dır. Deməli A hissəsində, bir də D hissəsində deməli iş görmür A, bir də D hissəsində. Əgər cisim aşağıya doğru hərəkət eləyirsə, müsbət iş görür ağırlıq qüvvəsi. Yuxarıya doğru hərəkət eləyirsə, deməli ağırlıq qüvvəsi mənfi iş görür. Deməli B hissəsində cisim yuxarı istiqamətdə hərəkət edir. Ona görə gördüyü iş mənfidir. Deməli mənfi iş görür B və həmçinin Y hissəsi müsbət iş görür ancaq C hissəsində. Doğru cavab bu şəkildə olar. 58-ci sualda yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətli hərəkət edir. Hər iki cismin sürətini 2 dəfə artırsaq, birinci cismin ikinciyə nəzərən nisbi sürəti necə dəyişər? Deməli, iki cisimdə sürətləri və 3V və V. Birinin sürəti V'dir, digərinin sürəti 3V'dir. Bu birinci cismi olsun, bu da ikinci. İkincinin deməli birinci cismi ikinciyə nəzərən sürəti necə dəyişər? Burada birinci cismin sürətini 3V verib, ikinci cismin sürətini V verib. Demək, birincinin ikinciyə nəzərən sürəti deyirsə, demək 3V'dən biz V'ni çıxacaq, bu eləyəcək 2V. Digər tərəfdən deyir ki, hər iki cismin sürətini 2 dəfə artırsaq, deməli, əvvəl sürəti 3V idi, bunu sürətini 2 dəfə artırsaq 6V olar. Deməli, ikinci cismin sürətini 2 dəfə artırsaq olar 2V. Demək, bu birinci cisim, bu ikinci cisim. Bu zaman birincinin ikinciyə nəzərən sürəti
6V çıx 2V, bu olar 4V. Deməli, əvvəlcə 2V idi, sonradan oldu 4V. Yəni 2 dəfə artar. 59-cu sualda tərpənən blok vasitəsilə ipin sərbəst ucuna 80 Newton qüvvə tətbiq etməklə uzunluğu L olan bir cins çubuq sabit sürətlə aşağı yuxarı qaldırılır. Çubuğun uzunluğunun 4/3 hissəsini kəsib çıxardıqda ipin sərbəst ucuna hansı qüvvə tətbiq etmək lazımdır ki, çubuq sabit sürətlə yuxarı qalxsın? Deməli, əgər bu hissədə 80 Newton verilibsə, deməli, eyni ipdir, eyni ipdə eyni gəlmə qüvvəsi yaranır. Bu hissədə də 80 Newton olar. Və 80-80 bu deyilir 160. Deməli, bu çubuğun çəkisi 160 Newtondur. Və çəkisi 160 Newton olduğu üçün, deməli, kütləsi 16 kiloqram olar. Və biz belə yaza bilərik ki, M bərabər rho vurulmuş V və rho V'nin yerinə S vur L şəklində yaza bilərik. Və başlanğıc halda biz aldıq 16 kiloqram. Digər tərəfdən məsələnin şərtində deyir 4/3 hissəsini çubuğun kəsib çıxardıblar. Əgər 4/3 hissəsi kəsib çıxarılıbsa, deməli 4/1 hissəsi qalmışdır. Ona görə əsasən biz yaza bilərik ki, M2 bərabər rho S vurulmuş L böl 4. Yəni 4/1 hissəsi qalmışdır. Və rho S L aldıq ki 16 kiloqramdır. Demək 16 böl 4 bu eləyər 4 kiloqram. Və bu blok tərpənən blokdur. Demək F2 bərabər tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Onlar M2J böl 2. Və M2-ni 4 aldıq. 4 vur 10 böl 2. Bu da 40 bölünmüş 2. Bu da 20 Newton olar. Və son sualımız 60-cı sual. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin təcil proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. Biz bilirik ki, təcil sürət dəyişməsinin zamana olan nisbətidir. Yəni, təcil sürətin dəyişmə yeniyliyini xarakterizə eləyir. Deməli, qrafikə fikir versək, birincidə deməli, qrafik daha dikdir. Deməli, sürət dəyişməsi daha böyükdür. Bunu əslən biz bu şəkildə qeyd edə bilərik. A-nın T-dən asılılığını. İkinci hissədə getdikcə azalıb. Bu şəkildə qeyd edə bilərik. Və üçüncü hissədə ən az olacaqdır. Deməli, bu olacaq A1, bu olacaq A2, bu olar A3, bura T1, T2, T3 olar. Belə, son sualımızı da həll etmiş olduq. İnşallah sizlər üçün faydalı olar. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.